Due to və because-un arasındakı fərqləri bilirdinizmi? Bilmirsiniz, elə bu video sizin üçündür. Hər ikisi səbəbdir. Yəni niyə səbəb istəyir bizdən? Və hər ikisi çünki mənasını verir. Amma bunlar arasındakı fərq bizdən nə deməkdir? Because çünki deməkdir, due to da. Because səbəbi cümlə ilə izah edir. Yəni hər hansı bir səbəbdən, yəni because-dan sonra cümlə gəlir. Yəni subyekt üstəgəl fe'l. Formulası belə olur. Because üstəgəl subject üstəgəl verb. Nümunə var ki, because it was raining we stayed at home. Yağış yağdığına görə evdə qaldıq. Because-dan sonra cümlə gəlib. I'm late because I missed the bus. Avtobusu qaçırdığıma görə gecikdim. Və yaxud da mən gecikdim çünki avtobusu qaçırdım. Buradakı da cümləni görürsünüz. Bəs due to isə səbəbi isimli izah edir. Yəni due to-dan sonra isim və ya isim qrupu gəlir, cümlə gəlmir. Formulası due to üstəgəl noun or noun phrase. Yəni isim yaxud da isim qrupu. Nümunələr. Match was cancelled due to the rain. Burada rain yağış deməkdir və ismi bildirir. Oyuna görə oyun yağışa görə ləğv olundu. She was absent due to illness. Illness xəstəlikdir, isimdir. O xəstəlik səbəbindən dərsdə olmadı. Yadda saxlayın, ən vacib qayda because-dan sonra cümlə, due to-dan sonra isim. Faydalı olsa fikirlərinizi bildirməyi unutmayın.